Tovuzda əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təminatını həyata keçirmək üçün Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tovuz su meliorasiya sistemlərinin istismarı idarəsi işlərini davam etdirir. Ümumilikdə idarə 15161 əhali abonentinə, 330 qeyri-əhali abonentinə xidmət göstərir. Ondan 7000 abonent Tovuz şəhər əhalisini əhatə edir. Tovuz şəhəri və şəhərə bitişik kəndlərin su təminatı 6 ədəd subartezian quyusundan və Zəyəm çayından qidalanır. 2025-ci ildə idarə tərəfindən Zəyəm çay su mənbəsində su qəbul edici filtrdə cari təmir işləri görülüb. Su nasos stansiyalarında istismara yararsız olan 2 ədəd nasos aqreqatı dəyişdirilib. Rayon ərazisində bəzi yerlərində su sirtmələri təmin edilib və dəyişdirilib. Tovuz su meliorasiya sistemlərinin istismar idarəsi tərəfindən Tovuz şəhəri və digər 12 yaşayış məntəqəsində içməli su və kanalizasiya xidməti göstərilir. Həmin məntəqələrdə içməli su mənbə olaraq Zəyəm çay və Tovuz çayından qəbul olunur. Zəyəm çayından qəbul olunan su Tovuz rayonu Aşağı Üslü kəndi ərazisində inşa olunmuş, ümumi həcmi 5000 kub təşkil edən mərkəzi su anbarına toplanır. Toplandıqdan sonra xlorartur qurğusu vasitəsilə içməli su zərərsizləşdirilərək Tovuz şəhər ərazisinin istifadəsinə ötürülür. Tovuzda son illər görülən meliorativ tədbirlər rayon ərazisində yerləşən əkin sahələrində məhsuldarlığı artırıb. İdarə tərəfindən tərtib olunmuş plan əsasında bu işlər mütəmadi olaraq davam etdirilir. Bu istiqamətdə suvarma kanallarının lildən təmizlənməsi, beton üzlüyə alınması və hidrotexniki qurğuların təmirini göstərmək olar. İlin əvvəlindən suvarma kanallarında olan 85 ədəd hidrotexniki qurğu təmir edilərək istifadəyə verilib. Çay məcralarının 11300 kub metri əl ilə 1200 kub metri lildən təmizlənmişdir. Bundan əlavə 180 ədəd subartezian quyusu, 60 ədəd hidrotexniki qurğu, 6 kilometrə qədər boylu nasos stansiyanın birinci pilləsi ilə ikinci pilləsi arasında istismar yolu və 3 ədəd nasos stansiyasının binası cari təmir edilmişdir. Eyni zamanda Ceyrançöl ərazisində 436 metr uzunluğunda istismara yararsız boru xətti yenisi ilə əvəz edilmişdir. Qeyd edək ki, Tovuz su meliorasiya sistemlərinin istismarı idarəsi yay mövsümü ilə əlaqədar olaraq əhalini dayanıqlı içməli su ilə təmin etmək üçün idarə olaraq gücləndirilmiş iş növbəsində çalışır. Şəhər və kəndlərdə su və kanalizasiya şəbəkəsində baş vermiş qəzalar vaxtında aradan qaldırılır. Abonentlərin su sayğacında olan çətinlikləri ilə bağlı idarənin metrologiya şöbəsi tərəfindən tam xidmət göstərilir.